Şirindi bal kimi, şəkərdi zeydim. Çox zəki, ağıllı, mehriban zeydim. Birazca şuluqdu, çox da qürurlu, tez küsür, tez barışır, ürəyi yumuşaq, həyat dolu, qaynar qazandı zeydim. Bugün sevinclidir, səbəbi də var. Axı ad günüdür kişi balamın, ataya hədiyyə sifarişi var, gözləyir səbirlə yolunu onun. Ad günü mübarək, Qaragöz balam, həyatın rəngarəng, maraqlı olsun, sayılıb seçilən oğullardan o, fəxr edək hər zaman adınla sənin. Bu Qaragöz oğlanın özünün dünyası var, orada hər şey rəngarəng, fırçası, qələmi var, təbiəti çox sevir, böcəklərin hamısının xırdasından böyüyədək təsnifatını bilir. Böyüyüb dünya boyda bir əsər yaradacaq. Burada bütün uşaqlar çox xoşbəxt yaşayacaq. Bu xırdaca ürəkdə böyük arzular yatır. Biz bu yaşda bu qədər məlumatlı deyildik. Bəzən mat qoyur bizi nəvələrin bilgisi. Arzuların aparsın səni öz ünvanına. Amin deyirəm buna. Yeni yaşın uğurlar gətirsin sənə nəvəm, bəxtin gülsün üzünə, bol şans diləyim sənə, təhsilində, ömründə, nənən duaçı sənə, nənən duaçı sənə.